Peygamber Aleyhisselam bir gün oturmuşdu məclisdə, sahabelerle söhbət edirdilər, moizə deyirdi. Birdən gördülər ki, Peygamber Aleyhisselam durdu, çıxdı meçiddən gedir. Hamı təəccüb elədi ki, Hazreti Peygamber Aleyhisselam hara gedir, nə oldu, nə məsələ düşüb, nə hadisə baş verib. Bunlar da durdular, başladılar Peygamber Aleyhisselam'a ardınca getmə. Gördülər Peygamber Aleyhisselam getdi bir qədər, dayandı. Bunlar da dayandı, gördülər ki, qarşıdan bir mafə gəlir. 4 nəfər də yapışıb o mafədən gəlir, heç kəs də yoxdur. Həzrət gəlib çatana qədər gözlədi və dedi bunu qoyun yerə. Qoydular yerə. Həzrət başladı namazın qılıb dua eləməyə. Ya Resulallah, bu kimdir? Sən bundan ötəri durdun, məclisi yarımçıq qoydun, durdun, gəldin. İndi də rəhmət oxuyursan, filan oxuyursan. Deyir, mən ki mauizə eləyirdim, gördüm göydən mələklər nazil olur. Soruşdum, ya Cəbrail, ay mələkələr, ayə gətirmisiniz? Nə hadisə baş verib? Həzrət Cəbrail deyir, mənə buyurdu ki, ya Resulallah, bir şəxs dünyasını dəyişib gəlmişik onun dəfnində iştirak eləyək. Kimdir o? Ya Cəbrail, ya Resulallah. O şəxsdir ki, qara bir quldur. Həmişə Əlini görəndə deyərdi ki, Əlican, səni çox sevirəm mən. Əlican, sənə mən aşiqəm. Bu sözü o qədər Əlini görəndə hər dəfə Əliyə deyərdi. Allah bizə əmr elədi ki, düşün onun dəfnində iştirak eləyin. Görün, nə qədər əzamatı var bir insan ki, Əli əleyhissalamın aşıqı ola və Əli əleyhissalama ona hər dəfə deyə. Bir də var ki, sən onu gör, hər namazda deyirsən ki, Əli canım, mən sənə aşiqəm. Hər o qədər sözləri deyirsən ki, Əli canım, mən səni əmirəl-müminin bilirəm, səni imam bilirəm, səni peyğəmbər varisi bilirəm. Gör, indi bu məclisdə həmin mələklər var, yoxsa yoxdur? Hələm birinin dəfnində gəlir ki, bir kəlmə söz deyib.